Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugünkü söhbətimiz, bugünkü bizim müzakirəmiz əsasən Azərbaycan dövlət başçısının Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə və burada iki ölkə, iki dövlət arasında, iki xalq arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətləri, hədəfləridir. Bəli, Azərbaycan dövlət başçısı orada çox mühüm məqamlara diqqət çəkib. Onlardan biri də demək, Özbəkistana səfərinin ümumilikdə 7 səfərdən 3-ünü dövlət olmaqla səfərləri xatırladıb və bunun özü artıq demək olar ki, iki dövlət arasında münasibətlərin hansı səviyyədə, yəni ən üst səviyyədə olduğunu göstərir. Qarşılıqlı səfərlərin sayı isə daha çoxdur. Bəli, istər Özbəkistan prezidentinin Azərbaycan səfəri, istər Azərbaycan prezidentinin Özbəkistan səfəri hər səfərdə çox uğurlu, çox demək qarşılıqlı etimad şəraitində və əlaqələrin genişləndirilməsi istiqamətində müxtəlif müzakirələrin aparıldığı və nəticələrin ortada olduğu da göz önündədir. Bəli, Azərbaycan bugün artıq Özbəkistanla strateji müttəfiqlik səviyyəsinə qədər gəlib çıxıb ki, burada da sözsüz ki, liderlərin rolu böyükdür. Liderlərin rolundan danışarkən, bəli, Azərbaycan və Özbəkistanı eyni dili, ortaq tarixi, eyni mədəniyyəti, dəyərləri bölüşürlər, eyni soy kökü daşıyırlar. Amma bütün bunlardan əlavə burada həm də liderlərin siyasi iradəsi böyük rol oynayır. Azərbaycan dövlət başçısı və Özbəkistan liderinin demək siyasi iradəsi imkan verib ki, əlaqələr bu qədər yaxşılaşsın, bu qədər yaxınlaşsın və bütün bunlarsa sözsüz ki, iki dövlətin xalqlarına da çox əhəmiyyətlidir. Bəli, əməkdaşlıq imkanlarından danışdıqda həm siyasi sahədə, həm ticari sahədə, həm iqtisadi sahədə, diplomatik sahədə demək olar ki, Azərbaycan-Özbəkistan əlaqələri günbəgün genişlənməkdədir. Demək, gələcək hədəfdə olanlarsa sözsüz ki, yeni bir layihələr var, beynəlxalq layihələrdə birgə iştirakçılar var və elə Azərbaycan dövlət başçısı da onun anonsunu da verdi. Prezident İlham Əliyev xüsusilə qeyd elədi ki, Azərbaycan Cənubi Qafqazda, Özbəkistansa demək Mərkəzi Asiyada güclü mövqeyə malikdirlər. Məhz bu güclü mövqe imkan verir ki, Şərq-Qərbi birləşdirən mühüm strateji marşrutlar demək iki dövləti təbii tərəfdaşlara çevirir. Azərbaycan dövlət başçısının bu artıq xüsusi bir anonsdur ki, gələcəkdə hər iki dövlət qlobal layihələrdə də birgə iştirak edəcəklər. Birgə layihələr dedikdə birgə yeni zavodlar, yeni fabriklər, yeni demək əməkdaşlıq imkanları, bütün bunlarsa onu deməyə əsas verir ki, demək bu hər iki dövlətin xalqları üçün də əhəmiyyətlidir. Yeni zavodlar, yeni fabriklər, yeni iş yerləri deməkdir. Yeni iş yerləri isə rifah halının yaxşılaşması deməkdir ki, bu isə olduqca mühüm amillərdən biridir. Bəli, Azərbaycan dövlət başçısı xüsusi orada qeyd etdiyi məqamlardan biri də demək Özbəkistanın bizim işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə, tikinti quruculuq işlərində iştirakıdır ki, bu isə sözsüz ki, qardaş ölkə olduğunun ən əyani isbatlarından, sübutlarından biridir. Bəli, Özbəkistan Füzulidə məktəb tikib, məktəb elm deməkdir, məktəb ziya deməkdir, məktəb inkişaf deməkdir və gələcək nəsillər, orada oxuyan nəsillər belə bu məktəbin hardan, kim tikdiyini belə bunu biləcəklər və sözsüz ki, ortaq tarixdən, ortaq dildən, ortaq mədəniyyətdən danışırıqsa, məhz bax o bilik ocağında, o ziya ocağında, elm ocağında da uşaqlar bizim ortaq tariximizi daha çox öyrənməyə çalışacaqlar.